Deyirəm parka çıxırsan, ya ata öz evladı ilə gəzir, yanlarında ana yox. Ya da ana öz evladı ilə gəzir, yanlarında ata yox. Buna da səbəb nədir? Xəyanət. Sözüm buradan bəylərədir. Çalışın, o əzabla, əziyyətlə qazandığınız o ruzini, bərəkəti aparıb qıraqda kimlərəsə yedizdirməyin. İnanın Allaha ki, onlar hamısı istifadəçilərdir. Bir gün onlara pul xərcləməyin, bir gün onların dediklərini eləməyin, bax onda onların əsl üzlərini görəcəksiniz. İnsanın tox vaxtında da, insanın ac vaxtında da onun qulluğunda duran onun ailəsidir. Ona görə də ailəvizdən bərk-bərk, möhkəm yapışın, ailəvizi buraxmayın. Həyatda elə addım atın ki, sonra attığınız addıma görə peşman olmayasınız. Əssəlamu aleykum.